Ermənistanda seçkilər yaxınlaşdıqca Rusiya ilə münasibətlər daha da gərginləşir. Moskva artıq İrəvanı açıq şəkildə xəbərdar edir ki, qərbə meyllənməyin iqtisadi nəticələri ağır olacaq. Əgər Ermənistanın Avropa İttifaqına tərəf getsə, Rusiya ucuz qaz və yanacaq müqavilələrini ləğv edə bilər. Kreml erməni xalqını konkret seçim etməyə çağırır. Moskvadakı müxbirimiz Fərid Əkbərov son vəziyyəti bizə çatdırır. Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca şimal qonşumuz Rusiya ilə İrəvan arasında gərginlik artmaqda davam edir. Seçkilərə 10 gün qalmış, rəsmi Moskva artıq açıq şəkildə Ermənistanı hədələməyə başlayıb. İrəvanın qərb yönümlü siyasəti ilə barışmayacağını bəyan edən Rusiya, əgər Ermənistanın Avropa İttifaqına üzvlük prosesi davam edərsə, qaz, neft və yanacaqla bağlı müqavilələri dayandıracağını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zakharova Moskvanın mümkün tədbirlər barədə Ermənistanı rəsmi olaraq məlumatlandırdığını bildirib. Kreml isə Ermənistan sakinlərini Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzv olmaq barədə qərar qəbul etməyə çağırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Ermənistanı uzun illər ucuz qazla təmin etdiyini və bunun Rusiyanın hesabına həyata keçdiyini xatırladıb. Güzəşli qaz qiyməti həmişə ikimiz hesabınadır. Yəni ermənilərin aldığı güzəş ikimiz hesabına olub. O sadəcə göydən düşmür. Bu Rusiya Federasiyasının hesabınadır. Bu Ermənistanın inkişafına verdiyimiz töhfədir. Çünki o erməni xalqıdır. Bizim qardaş xalqımızdır. Bu qardaş ölkədir. Qardaş olub və qalacaq. Amma bu bizim hesabımızdadır. Rusiyada hesab edirlər ki, Moskvanın səbir kasası artıq daşıb və Kreml sərt bəyanatlardan əməli addımlara keçməyə hazırlaşır. Абсолютно не случайно в сторону Армении сейчас звучит. Hazırda Rusiya rəhbərliyi tərəfindən Ermənistanın ünvanına sərt tənqidlərin səslənməsi təsadüfi deyil. Görürük ki, İrəvan fəal şəkildə Ukrayna və Moldova yolu ilə Rusiya ilə konfrontasiyaya gedir. Əlbəttə ki, Moskva çətin ki, İrəvanın 2-3 stulda oturmasını, Rusiyanın hesabına milyardlarla gəlirlər, maksimal endirimlər əldə etməsini, daha sonra əlvida Rusiya, biz gedirik deməsini gözləsin. Moskva üçün bu qəbul edilməzdir. Ona görə də Moskva hazırda müəyyən təzyiqlərə başlayıb. Ermənistandan bir sıra məhsulların idxalına qadağa qoyulub. Rusiyalı ekspertlərin fikrincə, Moskva qaz və digər yanacaq qiymətlərinin artmasının Ermənistan üçün fəlakətli olacağına və nəticədə erməni xalqının Paşinyan hakimiyyətinə əlvida deyəcəyini ümid edir. Заявление о том, что Москва может O ki qaldı Ermənistana satılan qaz qiymətindəki güzəştin ləğvinin mümkünlüyü barədə deyilənlərə, əlbəttə ki, bu güclü bəyanatdır. Əsas odur ki, bu baş versin. Qaz qiymətinin $500 və $170 olması fərqli şeylərdir. Ermənistan bilməlidir ki, bundan sonra Rusiyanın güzəşli yanacaq qiymətlərindən məhrum olacaq. Düşünürəm ki, Rusiya təzyiqləri artırmağa davam edəcək. Ümid edirəm ki, rəsmi Moskvanın bu bəyanatı sözdə qalmayacaq. Rəsmi Moskva hesab edir ki, heç kim Ermənistana Avrasiya İttifaqında qalması üçün yalvara bilməz. Amma İrəvanın bu birlikdəki fəaliyyəti ilə bağlı aydınlaşdırmaya ehtiyac var. Rusiya rəsmiləri mayın 28 və 29-da Qazaxıstan paytaxtı Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistana qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini istisna ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Astana sammitinin Ermənistanın taleyini həll etməyəcəyini, İrəvanın Avrasiya İqtisadi İttifaqının tədbirlərində iştirak etməyə davam edəcəyini bildirib. Bununla belə Kremlin sözcüsü sammitin gündəliyinin Ermənistanla bağlı vəziyyətə görə mürəkkəb olduğunu da etiraf edib. Fərid Əkbərov, İTV Xəbər, Moskva.